Blok imtahanına düşə biləcək belə bir maraqlı sualı sizə izah edəcəm. Bu sualı törəməklə də həlləmək olar, amma törəməklə bu sualın həlli uzanır. Başqa bir yoldan istifadə edəcəm. Deməli, verilən bu kəsrin sürət və məxrəcini x-ə bölürəm. Onda y bərabər olacaq 24 bölünsün x üstəgəl 16 bölünsün x. Kəsrin böyük qiymət alması üçün məxrəc kiçik qiymət almalıdır. Mən x plus 16 bölü x-in kiçik qiymətini tapmalıyam. Yəni, ən kiçik qiymətini tapmalıyam. Bu, məlum bərabərsizliyə görə x üstəgəl 16 bölünsün x böyük bərabərdir. 2 vurulsun, x vurulsun 16 bölünsün x. Buradan x üstəgəl 16 bölünsün x böyük bərabərdir 8-dən. Deməli, x üstəgəl 16 bölü x-in ən kiçik qiyməti 8-dir. Onda bu ifadənin, yəni bu funksiyanın ən kiçik qiyməti 24 bölünsün 8, o da 3-ə bərabər olacaq.